Folklorumuzda adət-ənənəmiz artıq. Xalqımızın o əməyə bağlılığı var, zəhmətsevərliyi var, qonaqpərvərliyi var. Bütün bunların hamısı onlardan 10 dəfə artıq. Bizlər itibarilə etiraz edilir, onu deyirlər ki, biz niyə qısıdırıq? Cənsuz şəriflərini, mən Gülsün Yaşlar Birliği geldi, o mənim işlərimi rekomendasiyada verdi, düzeltti kardeşim. Dedi ki, siz burada... Onu bırakayım. Ben telefon. Sizin telefonunuzdan çalışır. İndansa başlayalım. Atlatalım. Yazılmış bu işler için ilk salda 3 Cumhuriyet kadar Avrupa O da var. Canlı yayınlarda. Canlı yayınlarda Facebook'tan gelir. Biri Facebook'tan, biri TikTok'tan. Hem de ses hem de şey açık gösteriş. Açık canlı gelir. Güzel, yaxşıdır. Bu yaxşıdır. Peki yaxşıdır. Vallahi yaxşıdır. Hem de TikTok'tan gelir, hem de Facebook'tan gelir. Bu Facebook'ta ben sizi tapmadım. Beni sorum özünüzden yazarsınız benim için. Amerikan Hospital Tbilisi. Sağlamlığınız için doğru seçim. Yaz açılsın, havalar düzelsin, bir maşını koparır, studenti seni de açtırır. Yazılmak için 009 nömrəsilə əlaqə saxlaya bilərsiniz. Ünvan Tbilisi şəhəri. Uşangi Çxeytsi küçəsi 17. İndi studiyamız Marnalı Radyosu qayıtdı. ავტოდილერი ხარ, შენთვის სიახლეო. მარნეულის საავტომობილო ტერმინალში უკვე შეგიძლია მომსახურების სააგენტოს ყველა სერვისით ისარგებლო, რაც მოიცავს ავტომობილის ადგილზე გაფორმებასა და რეექსპორტის გამარტივებულ პროცესს. ავტომობილის განთავსებას პორტიდან პირდაპირ მარნეულის ტერმინალზე 6 თვის ვადით უფასოდ Ya შეძლება. şehir, ben yine söhbətim o kadar çok ki şehre vakit kalmıyor. კავშირი ნომერზე 032 Çünkü neçə dəqiqədir bizim vaxtımız? 245. Yarım saat. Yarım saat. 3 dəqiqə, 40 dəqiqə. He, 30 dəqiqə. Ben de herden 30 okur. Ben de 30'du. 35 deyirik. Aşırsa dolanda 40 eləyirəm. Maraqlı şeyler getmək üçün belə. İnsanın özünə məxsus bir həyat hekayəsi var. Müxtəlif həyat hekayələrini dinləmək üçün oradasın, ha? 96.9 tezliyində Manzara oradasın. Radyosu'nun canlı efirində Ubadə Kim Muxtarovaның maliyyələşdirirsə? təqdimatında çarşamba axşamı saat 12:00-da dinləyə bilərsiniz. Salam hörmətli Radio Marnoli dinləyiciləri. Bugün yenidən mən Rübabə Muxtarova sizinlə birlikdə Radio Marnolinin canlı efirində bir həyat hekayəsi verilişində sizi salamlayıram əziz dinləyicilər. Bugünkü bizim verilişimizin qonağı bizim ağsaqqalımız Əli Abbasdır. Salam Əli müəllim, necəsiz? Xoş gəlmisiniz bizim Hoş verilişə. gördük sizi. Əli müəllim, buyurun. Buyurun. Elə deyəcəkdim ki, özünüzü bir təqdim eləyərdiniz dinləyicilərimizə. Mən elə bu gözəl, əziz günlərin birində sizin studiyanın qonağı olduğum üçün sizə çox sağ ol deyirəm, təşəkkür edirəm ki, belə bir əziz gündə məni də bu studiyaya dəvət edirsiniz. Özüm haqqında onu deyə bilərəm ki, ən əvvəl studiyamızın, yəni Marnalı Radio Studiyasının bütün dinləyicilərini Su Çərşənbəsi münasibətilə ürəkdən təbrik edirəm. Sizi ürəkdən təbrik edirəm. Studiyanın əməkdaşlarını təbrik edirəm. Bu bizim gözəl adətlərimizi, bizim saxtəli babalarımız indiyənə qədər yaşadıb və bizim də borcumuzdur ki, gələcək nəsilə ötürək. Çox sağ olun ki, siz onu efirə çıxardırsınız, işıqlandırırsınız və xalqa bu səviyyədə çatdırırıq. Mən bu münasibətlə sizə təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Özüm haqqında onu deyə bilərəm ki, Mardev rayonunun axarlı-baxarlı tarixi, hadisələrlə dolu olan Saral kəndində dünyaya göz açmışam. Kənd ailəsində ailəmiz o Devirçin kolxozlu ailəsi olubdu. Orada dünyaya gələndən sonra Sadaxlı Orta Məktəbində orta təhsilini almışam. Sonra Tbilisi Devlet Pedagoji
İnstitutunun Azərbaycan bölməsini bitirmişəm. Ondan sonra Bakı Dövlət Universitetinə qəbul olmuşam. 2-ci il orada oxumuşam. Sonra müdafiə eləmişəm. Ondan sonra da deyim sizə, elə başdan başlasaq belədir ki, orta məktəbdə oxuyarkən də mən ədəbiyyatla, folklorumuzla, aşıq ədəbiyyatla daha doğrusu, xalqımızın adət ənənəsindən, milli xüsusiyyətindən, hədislərinlə maraqlanmışam və elə o vaxtdan onu toplayardım. Və mən universitetə gedəndə orada folklor üzrə bizə mühazirə oxuyan müəllimlər vardı. Onlar folklorumuz haqqında bu qədər geniş məlumatım olduğu üçün həmişə mənimlə dostluq edərdilər ki, çox sağ ol, sən bunları yığırsan. Hətta mən onlara müəyyən adamlar, müəyyən şeirlərimiz, müəyyən folklorumuz haqqında olan tapmacalarımız, qarğışlar, alqışlar, adət ənənə haqqında həmişə məlumat ötürərdim. Və onlar da, o müəllimlər də yəqin kitablarının çoxsunda onu verərdilər. Məsələn, orada Paşa Əfəndiyev var idi, elə məşhur şairlərimizdən Bəxtiyar Vahabzadənin özü, Mircəlalın özü, sonra Həmid Araslı, ondan sonra tanınmış adamlarımızın hamısı bu vaxtdan çox söz söhbət edərdilər. Mən adi tələbə olmasına baxmayaraq, onlar mənimlə xüsusi olaraq vaxt ayırardılar, oturardılar, söhbət edərdilər. Borçalı adət ənənəsi, Borçalı xalqının yaşam tərzi, keçmişi, nağıllarımız, dastanlarımız, adət ənənələrimiz, milli xüsusiyyətlərimiz, torpağa bağlılığımız, əməyə bağlılığımız, qonaqpərvərliyimiz haqqında həmişə gözəl, geniş söhbətlərimiz olardı. Elə oradan da mənə folklorumuza böyük maraq yarandı və mən folklorumuzu toplamağa başladım. 2 cilddə onu buraxdım. Yeri gəlmişkən onu da deyim ki, Azərbaycan Gürcü folklorunu bir yerdə buraxdığım üçün 2008-ci ildə Gürcüstan prezidenti mənə şərəf ordeni təltif elədi. Onun banketi də buradadır, mən onu tanımıram, amma onun banketi buradadır. Yəni ki, dediyim odur ki, bu xalqımızın bu mənəvi varı olan bu folkloru yaşatmaq, daha da zənginləşdirmək, daha da onu ortaya çıxartmaq bizim borcumuzdur, biz ziyalıların borcudur. Biz bunu özümüzə borc bilməliyik. Məsələn, doğrudur, bəzi yerlərdə bizə onun əvəzi olan pul lazımdır, əvəzi lazımdır, əmək haqqı lazımdır. Amma mən o əmək haqqından irəlidə bunun təbliğatını görürəm. Bunu mənəvi cəhətdən olduğu kimi, dolğun şəkildə. Məsələn, mən o folklor kitabının 1-ci cildinin 1-ci səhifəsində belə bir söz yazmışam ki, hansı xalqın folkloru zəngindirsə də, o xalqın mənəviyyatı da zəngindir. Hansı xalqın folkloru dayazdırsa da, onun mənəviyyatı dayazdır. Və mən orada, efir demirəm, orada möhtərizlər arasında bir xalqın adını da çəkmişəm. Yəni ki, xalqın gücü, dayanıqlığı, tarixi, gələcəyi, özünü aparmağı, onun mənəvi cəhətdən zənginliyi ancaq onun folklorunla bağlıdır. Mən Tiflisdə 1-ci institutda oxuyan vaxtı Tələbə Elmi Cəmiyyəti sədr işləyirdim. Tələbəni bilirsən də nədir? Onu biz hər il kitabça halında buraxırdıq. Gürcü dilində, Rus dilində, Erməni dilində, Azərbaycan dilində və ilk kitabım o olubdur. Mən onu hələ saxlayıram. Yəni, balaca zat kimi da, piraşurəkən buraxırdıq. Özümüzə proqram kimi. Mən onu kitab kimi qəbul edirdim. Yəni, belə bir şey. O vaxtdan bilirdim ki, biz Gürcüstanda yaşayırıq. Bizim dünyanın ən gözəl ölkəsi olan Gürcüstanımız var və bu Gürcüstanın da ən gözəl bölgəsi olan Borçalımız var. Bu Borçalıda yaşayan adamların mənəviyyatı, folkloru, zənginliyi, əməyə bağlılığı, adət ənənəsinə bağlılığı və onu yaşatmaq bizim borcumuzdur. Bax, ona görə də o vaxtdan mən bunu belə görürdüm.
Cavxaşvili adına, o Stalin adına üniversitet idi. İndi Cavxaşvili dedi. Demek o üniversitette Türkologiya fakültesinde bir Nodia adlı bir profesör. Her haftanın 6. günü ben gelirdim, onu taksiye koydum, apardım bizim onu. Bize Türkologiyadan ders geçirdi. İstanbul'da kurtarmıştı. Çok güçlü bir adam idi, Allah ona rahmet eylesin. O başka millet olsa da, Gürcü halkının nümayəndəsi olsa da Azərbaycan folkloruna, Azərbaycan adət-ənənələrinə, Azərbaycan xalqının o milli xüsusiyyətinə, torpağa bağlılığına, əməyə bağlılığına, bir-birinə olan münasibətinə, bayramlarını yaşatmasına nə qədər gözəl, nə qədər yerində, nə qədər ətraflı, nə qədər savadlı, canlı münasibət göstərirdi. Mən o kişinin qoluna buraxmaq istəmirdim. Elə bir adam idi. Amma mütləq gidib gələndə ona kömək lazım idi. Mən gidirdim, onu gətirirdim. Bizə 2 saat mühazirə oxuyurdu. Sonra yenə aparıb öz yerinə qoyurdum. Biz Gürcüstanda yaşayırıq. Gürcüstan dünyanın mənim üçün ən gözəl ölkələrindən biridir. Amma bu gözəl ölkənin də ondan gözəl bir bölgəsi var. Borçalımız var. Bol sulu, münbit torpaqlı, bərəkətli bağları olan, tarlaları olan, əməksevər insanları olan, əməyə bağlı adamları olan bir bölgədir. Bu bölgəni Allah Tanrı qorusun deyirəm. Həmişə biz çalışmalıyıq ki, bölgəmizin qədrini, qiymətini, hörmətini saxlamağı bacaraq. O da Borçalıda olan ziyalılarımızın Borçalımıza olan münasibətindən çox şey asılıdır. Biz onu eləməliyik. Borçlu yox. Hər yerdə biz xeyir gözləməməliyik. Yaşamalıyıq bunu. Mən bugün fəxr edirəm ki, demək, Gürcüstan, Borçalıda ümumiyyətlə 24 nəfər yazar Azərbaycan yazılı birinin üzüdür. O cümlədən Əli Abbas da onların içərisində. Mən bugün fəxr edirəm ki, Gürcüstanda 17 nəfər elmi dərəcə almış adam var. Onlardan biri də Əli Abbasdır. Mən bugün fəxr edirəm ki, bu dövr ərzində mən günlərimi boş keçirtməmişəm, 31 kitab yazmışam. Bunların elə bir kitab yoxdur ki, orada, o kitabların içərisində Azərbaycan Gürcü dostluğuna verməmiş olun. Bu haqda mənə hücumlar da olub, özümüzün içərisində. Sən bu xalqa bu qədər niyə yaxınlaşırsan? Çətinlikləriniz olub. Amma bu bizə lazımdır. Çünki bizim adət-ənənəmiz də, folklorumuz da, dinimiz də, xalqımızın o yaşam tərzi də bizə tələb eləyir ki, bizim əlimizdən tutan, yanımızda olan, gözümüzün qabağında yıxılan adamı əl uzadaq, kömək eləyək. Həm də onlarla dostluğumuzu davam elətdirək. Süfrəyə qoyduğumuz çörəyin də qiyməti olmalıdır. Əgər bu zorla qazanılıbsa da, bu o qədər bərəkətli olmaz. Nə vaxt ki, biz onu məhəbbətlə, sevgi ilə, hörmətlə, əməyimizin, zəhmətimizin, tərimizin hesabına qazanırıq və o süfrəmizi gələn millətindən, dinindən, dilindən asılı olmayaq, əqidəsindən asılı olmayaraq qapımızı açanların qabağına ki, o süfrəni açırıq. O süfrə bizim üçün qiymətsiz bir şeydir. Çox gözəl bir şeydir. Ona görə də bizi hər yerdə, həmişə parmağına göstərirlər. Biz Naxçıvanda mənim bir qonağım var idi. Buradan salamlayıram. Fərəc Fərəcov tanıyarsınız. Çox gözəl jurnalistlərdən biridir. Kitabını da çıxıb mənə göndərdi. Mən burada Gürcüstan Azərbaycanlılar adından onu salamlayıram. 2 dəfə parlamentdə nümayəndəsi olubdur. Yəni ki, o gəlmişdi bura. Mən onu gəzdirdim. Tarixi yerlərimizi. 2 əsrdən əvvəl tarixi abidəmiz var. Bugün o tarixi abidələr abadlaşmağına, yaşamağına, uzun ömürlü olmağına şərait yaratmalıyıq. Biz onlara ekskursiyalar təşkil etməliyik. Biz onların haqqında kitablar yazmalıyıq. Üçünün haqqında mən yazmışam. Amma bu azdır. Bizim orada Zirakli kəndi var. Mixail Cavxaşvilinin kəndinin qarşısında 2 kilometr meşənin içərisində
gün çıxan tərəfə 2 kilometr meşəyə gedirsən, orada bir Ağqüllə qalası var. Bu qala sırf Türk arxitekturasından tikilmiş, ağdaşdan inşa edilmiş bir qaladır. Qədim qaladır. O ancaq Şahidə qalası olubdur. Orada müharibə üçün tikilmir bu. Çox hündür bir zadı var, üstünü var. Onun tarixini hep yitirmişik. Onu yazmaq lazımdır. Mən Babəkər kitabında xüsusi olaraq onu qeyd eləmişəm. İndi hələ ki oxucularımız ona qarşı heç bir münasibət bildirməyiblər, amma deyim ki, heç bir yazıçının əsərində, qələmində, sözündə, söhbətində, əsərində Babəkər haqqında tarixi faktlarla izah olunmuş bir şey yoxdur. Məsələn, mən izah eləmişəm ki, Babəkər bugün Azərbaycanla Gürcüstanın arasında mübahisəli bir nöqtə olan David Qaraca kilsəsinin bir hissəsini orada vermişəm. Qaraca kilsəsi hardan yaranıb, kim yaradıb, onun birinci daşını kim qoyubdu. Demək, 6-cı əsrdə Müqəddəs David Gürcüstana xristianlığı yaymağa gələndə Misxet şəhərində onu daşqalaq eləyirlər. Çünki o vaxt bütəristliyə xidmət edirdi cəmaat, hər kəs özünün müəyyən bir yolu var idi. Amma David gələndə ki, bu tək Allahlığı ortaya qoydu, onun da düşmanları oldu, ona qarşı çıxanlar da oldu və o acıq elədi, millətdən küstü getdi. Həmən onda gəlib orada o mağara var orada, mən getmişim ora, qayaların içərisində. İlk dəfə oraya sığındı, o rəhmətə gedəndə, öləndə, onun, o qalanın balaca bir kümbəz şəklində qoyulmasının əsasını Babəkər qoyur. Babəkər, demək, mən bu araşdırmalarda gördüm ki, Borçalı xalqı, burada yaşayan türklər, Hünd türklər, demək, bütpərəstlikdən Hristiyanlığa keçiblər. Amma Babəkər öləndə Babəkəri bütpərəst kimi dəfn ediblər. Onun qəbri tapıldı. Onun qəbrini taladılar, apardılar. Çox şey də demək olmur. Amma biz ona yaya durmalıydıq. Mən ilk dəfə tarixi abidələrin içərisində 8 güşəli ulduzu Babəkərin qəbrində gördüm. Onu taladılar, apardılar, heç üstə basırmadılar. Bunu biz yox, yaya durmalıyıq. Biz eləməliyik bunu. Bunu biz xalqa çatdırmalıyıq. Babəkərdən başqa, ümumiyyətlə mən sizə bir şey deyim ki, Elbrus dağları var, rezervası var, eşitmirsən. O Elbrus, Elbars'dır o. Əsl türk mənşəli adamın adındandır. Onun Təpəgözlə döyüşü var. Mifoloji dastan olsa da mən onu arayıb, araşdırıb, xalqın içindən götürüb onda yazıb vermişəm. David Qaracanın haqqında povest yazdım, Müqəddəs David haqqında. Onu mən Gürcüstana nə qədər hansı əyağını basıb ölümünə qədər vermişəm orada. Orada mən Misxet şəhərində olursa bilmirəm, olmuyorsunuz, orada Kürd çayının üstünə yazılıb Mıtkvari çayı. O əsəri mən Mıtkvari ilə də başladım. Çünki orada da başım ağırdı. Bizim ziyalılarımızdan neçəsi hücum elədilər ki, sən niyə Kürd çayına Mıtkvari verirsən? Deyirəm, hadisələr elə bir şəhərdə olub ki, o şəhərdə Kürd çayının üstünə Mıtkvari yazılıb. Biz elə də verməliyik. Neyse, yəni dediyim odur ki, Allah bizi özümüzdən qorusun. Niyə deyirəm? Şah İsmail Xətəriyə deyirlər ki, döyüşə gedirsən. Deyir, mənim üçün döyüş çətin döyüş.
dua eləyəndə, namaza duranda deyir ki, Allah sən məni öz içində olan bəzi nankörlərdən qoru. Və gözəl də bir söz deyir. Çünki bilirsən ki, söz ustamızın biri də o. Rəsməl Xətayib, biz onun adını yada salmalıyıq, bu müqəddəs gündə ona rəhmət deməliyik. Söz var, kəsdirər başı, söz var, kəsər savaşı. Söz var, acılı aşı, balla yağa döndərər. Allah ona rəhmət eləsin. Gözəl sözdür, böyük sözdür, hər tərəfli sözdür. Yəni ki, biz doğrudur, bəzi ziyalılarımız onun səhv cəhətlərini deyirlər, Borçalını Harisə hədiyyə elədi, filan elədi. Elə lazım idi. O tarix üçün, o zaman üçün. Biz Gürcistan devlətinə, onun vətəndaşlığına qəbul olduğumuz üçün Arif Rağıfoğlu'nun söz olmasın, şəxsən mən fəxr edirəm. Bilirsən, kənarda nə qədər bizim xalqımızın ümid yeri olan Azərbaycanın kənarda nə qədər bölgələri olsa, ona o qədər müdafiə bu feridir. Mən Gürcistan Azərbaycanlıları adından həmişə Azərbaycan devlətinə, Azərbaycan hökumətinə təşəkkür eləmişəm. Niyə? Ona görə ki, onlar elə bir bizə bəzi yerlərdə əl tuturlar ki, bu Peyğəmbər səviyyəsindədir. Bizim bu saat 3000'ə yaxın tələbəmiz Gürcistan Ali Məktublindən təhsil alır. Onların yaxşı xeyinlərin hamısının təhsil haqqısını Azərbaycan verir, SOCAR verir. Mən bir tədbirdə, çay evində tədbirimiz var idi. SOCAR'ın prezidenti de oradaydı, bizim Mahir müəllim də. Gürcistan üzrə SOCAR'ın prezidenti, o da oradaydı. Mən orada razılığımı bildirdim. Dedim, vallahi mən 4 nəvəm oxuyur. İkisi Azərbaycanda, ikisi də xaricdə. Amma mən, siz ki bunu eləyirsiniz, mən sizə təşəkkür edirəm. Çox böyük şeydir, gözəl şeydir. Amma bir şeyimizdə, bir şikayətim var. O elə efir vasitəsindən deyim ki, bizim burada Gürcistan Azərbaycanlıların mədəniyyət mərkəzi var idi. Allah rəhmət eləsin, Qənirə Paşayeva çox gözəl xanım idi. Sizi kimi belə xalqını sevən, bölgəni sevən, həmişə xeyriyyə işlərindən məşğul olmağa çalışan bir xanımımız idi. O, Qırmızı Körpüdən bəri keçəndə, Sınıq Körpüdən, Gürcən vaxtları sinəsinə döyürdü ki, Qənirə gəlir. Yəni ki, o qədər özünü tanıtmışdı. Onun vaxtında bizim o mədəniyyət mərkəzimiz gözəl fəaliyyətdə idi və biz qonaqlarımızı qəbul edirdik, qonaqlarımızı yola salırdıq, kitablarının təqdimatını keçirdirdik. Sonra qarşısına çıxa bilirdik. 6 uşağa da təhsil haqqı verirdik oradan. Sonra nə oldu? Nazim İbrahim gedindən sonra onun yerine yeni bir adam geldi. Onunla da görüştüm ben. Dedim ki bize o merkez lazım idi. Eğer o adamlar var idiyse da o adamları cezalandırardınız. Niye oranı bağladınız? Bak böyle şeylerimiz var. Ama geniş vaktimiz yoktu ki biz onun hakkında geniş mesela lazım olan yerlere çatdıraq. Əli müəllim, ən çox dəyər verdiyiniz şey nədir? Həyatda ən çox dəyər verdiyim şey odur ki, varından, çoxluğundan, azlığından asılı olmur. Kim olursan ol, ziyalısansa da, adi Azərbaycanlısansa da sən mənsub olduğun xalqın adını sevməlisən, adət ənəsini sevməlisən və bölgəni sevməlisən. Mən o dərsliğinde yazdım. Orada mənə sağ olsunlar kafedra professoru verdi. Mən tələbələrimə deyirdim. Siz Feyzullah Qasımzadəni, Həmid Araslı, Mir Cəlalı kimi oxumazsanız da mən sizə qiymət yazacağam. Mənsub olduğunuz ölkəni, xalqı, yeri, torpağı sevməsəniz mən sizə qiymət verməyəcəm. Elə də bu saat onlardan mənə məktublar gəlir, zəhlər eləyirlər, Əli müəllim, yadımda ki, sən bunu deyirdin, sən bunu deyirdin. Elə bir bayram olmaz ki, onlar məni təbrik eləməsinlər. Bunu mən onların olan münasibətimlə qazanmışam. Əgər mənim sualım səni
qane etmədisə də əli verəyim. Buyur, sualını deyil. Buyur, Əli müəllim, sizi ayaqda tutan əsas prinsip nədir? bir də deyil. Əsas prinsip sizi ayaqda tutan əsas prinsip nədir? Ayaqda tutan əsas prinsip odur ki, mənim başqa xalqların içərisində mənim xalqımın adına söz deyilməsin. Bir, xalqım həmişə əməksevər olsun, torpağını sevən olsun. Oradan nə qədər çətin də olsa, oradan gətirdiyi qazancla, alın tərindən açdığı süfrə. Bir-birine olan münasibət. Toylarımızı, baylarımızı, adət-ənənələrimizi yaşatmaq. Ondan sonra cavanlarımızın düzgün yola çəkilməsi. Bugün İraq olsun, gənclərimizin içərisində yoluna azanlar çoxdular. Gəlin itiraf eləyək. O günü mən kənddə bir tədbirimiz var idi. Bir gün sizi çağıracağım, bizim orada gözəl kitabxanamız var, gözəl hüzur evimiz var, gözəl tədbir evimiz var. Bəlkə də heç Tiflisdə yoxdur, elə bir gözəl bizim iş adamımız Rəhim. Mən buradan ona çox sağ ol deyirəm, təşəkkür edirəm, salam göndərirəm ki, 1 milyon dollar xərc çəkdi, o işləri bizə gördü. Elə bir şey ki, şəhərdə elə şey yoxdur. Qonaqlarımızın qarşısına çıxmağa. Yəni dediyim odur ki, bax orada biz qonaqlarımız ki gəlir, çox sağ olsunlar. Borçalı müxtəlif yerlərindən ziyalılarımız gəlirlər. Onlar ki orada çıxış eləyirlər, söz söhbət eləyirlər. Onlar öz fikirlərini bildirirlər. Mənim üçün bir dünya olur. Sual gözləyirəm. Əli müəllim, gənclərimizə nə tövsiyəniz Gənclərimizə vardır? tövsiyəm odur ki, o gün baxırıq, bizim kənddən 40 nəfər adam 40 yaşa çatıb evlənməyib. Hara gedir bunun axırı? Axı bizə Gürcistanda sayımızın artırmağı Havinonsu kimi lazımdır. Yarım milyon olmuyor, qoy 1 milyon olaq. Mənim yadıma gəlir, Azərbaycanın xalq cəbhəsi yarananda Elçibəy də oradaydı, Sabir Rüstəmxanlı da oradaydı, Səqənbər də oradaydı, Səmətovun 2 oğlu, ikisi də oradaydı. Buradan da deyirəm, bu günlərdə bir Səmətovun 120 illiyini keçirdəcək, Azərbaycan Prezidenti Vaxtı qanun verdi. Yəni, bir ziyalı kimi, bir Səməd sevər kimi, Səmətovun sevər kimi Azərbaycan Prezidentinə təşəkkür edirəm. Ağsaqqallar adından, Borçalılar adından, Borçalı ziyalılar adından ki, bu verdi bu qanunu və biz inşallah onu keçirdəcəyik. Evlənsinlər, gənclərimizə sözüm budur, ailə yəsi olsunlar, dərsdir, küçələrdə gəzmək olmaz, özümüzə qayıdan, biz özümüzə qaydanda daha güclü oluruq. Düzdür. Baxın Əli müəllim, bax, əgər məsələn həyatınızda geriyə dönsəydiniz, həyatınızda nəyi fərqli etmək istərdiniz? Mən sizə bir şey deyim. Mən həyatımdan narazı deyiləm. Biz 2 qardaş olmuşuq. Atamız müharibədə olub, gəlməyib. Fransada dəfn olunub. Orada bizim qardaş bacılarımız da var. Orada yaşayırlar. Amma, oralıdırlar da. Amma mən birinci ki atamın qəbrini tapardım. İkincisi, 32 kitap yazmışam. Orada ədəbiyyatçılıq haqqında da var. Orada dərsliklər də, universitetin dərsliyi də var. Orada bədii əsərlər də var. Orada tarixi əsərlər də var. Mən bunları 50'ye çatdırardım. Bugün mən Azərbaycan və Gürcüstan Yazıçılar Birliyinin üzvüyəm. SSR vaxtında mənim oraya namizədliyimi İsmail Şıxlı verib, Anar verib, Hüseyin Abbasadə veribdi. Yəni ki, tanınmış adamlar Rüstəmzadə var idi. Allah rəhmət eləsin, o yaxşı Borçalı sevən adam idi. Onlar veriblər Azərbaycan Yazıçılar Birliyinə keçməyinə. Mən gene Borçalı'da yaşayardım. Azərbaycana getməzdim. Ona göre yok ki, mən Azərbaycanı sevmirəm. Əlbəttə Azərbaycan, Bakı bizim fəxrimizdir, arxamızdır, ümid yerimizdir. Amma mən Borçalı'da qalardım gene. Bu torpaqda
uşaqlarımızın təhsillə məşğul olardım. Nə qədər ki indi olmuşam. Bax, bunun sizin sualınıza belə cavab verirəm mən. Əlmən, bəlkə şeirlərinizdən bir kuplet bəlkə bizim üçün deyərdiniz. Dinləyicilərimiz eşitsin sizi. Naxçıvanda bir tədbirdə idik. Hı hı. Azərbaycan Yaşar Birliği'nin tərkibində getmişdim. Hı hı. Anar da oradaydı. Allah rəhmət etsin, Əmrəhoğlu var idi, o da oradaydı. Hı hı. Katip, o güzel insan idi, güzel yaz alimiydi. Hamı danıştı, sözü verdiler mənə. Hı hı. Mən də sözümü deməliyəm, buradan oraya gitmişik, Havinə gitmişik. Pandemiyeden biraz evvel. Hı hı. Mən danıştım. Oturmaq istəyəndə bir oradan dedi ki, bir dayan. Asıqlardan biri məclisdən, yəqin özünə güvənən, orada hörməti olan, səviyyəsi olan bir ziyalımız. Dedi ki, qardaş bir dayan. Sənin dedi, danışığın, ləhcən, diksiyan, belə porunduk sözü də işlətdi, oradan işlədirəm. Mənə çox doğuma gəldi. Hardansan, hansı bölgədənsən? Bilirəm, Azərbaycanlısan. Amma hansı bölgədənsən? Dedim, mən Borçaldanam. Deyəndə dedi ki, hə dedi, və sazın hanı? Demək, Borçalının embleması, onun mühürü nədir? Bizim sazımızdır. 12 nəfər ustadaşığımız olubdur. Mən onları vermişəm antologiyada. Bir nəfər haqq aşığımız olub. Aşıq Qərib bizim haqq aşığımızdır. Mənə bu vaxtda sual verdilər. Niyə onu haqq aşığı elədin? Akademiyada, Azərbaycanda. Dedim, mən ona haqq aşığı deyirəm ona görə ki, onun bir kəlmə sözü var. Deyir ki, sübh namazını Hələb şəhrində, günorta namazını Karsın düzündə, akşam namazını Yar Tiflisində Mövlam qanat verdi, uçdum da gəldim. Bu saat 2 saata səhərdən çıxıb akşama kimi Tiflisə çatmaq o qədər də çətindir, asandır. Təyyarəyə oturarsan, 5 saatdan sonra buradasan. Amma o devirdə o müfoloji qüvvədən istifadə edib gəlibdir. Elədir mi? Hardasa bunu örtülü bir qüvvə kömək edib bu gəlibdir. Demək, bu haqq aşığıdır. Haqla bağlıysa da haqq aşığıdır. Bunun misalların sayını çox artırmaq olar. Orada biri mən elə istəyirdim ki, bu qutarandan sonra buna cavab verəndə başqa birisi dedi ki, hə dedim, mən bilirəm, Borçalıda olmuşam. Borçalı ilə sınırı sərhəddi Azərbaycanın sınırı sərhəddi Sınıq Körpüdən başlayır. Dedim, xeyr, düz demirsiniz. Borçalıda olursan, amma sərhəddi düz demirsən. Dedi, həncəri, mən bilirəm, bu saat orada tamojna var, belə yoxlayırlar, belə oradadır. Dedim, o tamojnanın Borçalıya dəxli yoxdur. Borçalı ilə Azərbaycanın sınırı sərhəddi Azərbaycanda, Borçalıda yaşayan Azərbaycanlıların ürəyindən, qəlbindən başlayır. Çünki biz hər bir məclisimizdə, xeyir işimizdə, elə olsun, şər işimizdə dua eləyəndə Azərbaycanın da adını çəkirik. Azərbaycan həmişə bizim qəlbimizdədir. Demək, onun sınırı bizim ürəyimizdən başlayır. Bunu demiştim ki, bir anlardan qışqırdı. Yavaş dedi, mən heç orada olmamışam. Bir desəniz görək, o necə ölkədir, nədir? Bir onun coğrafiyası, tarixi haqqında mən bəsə durublar bir-birinə sual verməyə mənə. Mən də qalmışam belə əyə üstə. Anar işarə elədi ki, şimdi ol, vaxt var. Dedim ki, bizim elde kuşa gülle atılmır. Bana dedi ki, orada necə bir xalqdır, necə bir eldir. Dedim, bizim elde kuşa gülle atılmır. Bizim elde dosta yalan satılmır. Haram tiki halalına qatılmır. Tərəzinin iki gözü düz olur. Birəkirsən, bərəkəti 100 olur. Baba xanım, çox böyük bir alqış oldu. Çox böyük bir alqış oldu. Şeirlər çoxdur, amma bu qalsın gələn görüşümüzə. Sual gözləyirəm. Sual budur ki, bax bir dənə sonuncu sualımız sizə bu olacaq ki, Əli həyatınızda ümumiyyətlə dönüş nöqtəsi olan bir hadisə, bir hekayə varmı? Hansı ki həyatınızda bir dönüş edib? Bilirsiniz, bu mən sizə bir şey deyim. Bayaq dedim, gene de deyirəm. Demək, bizim atamız müharibədən gəlmədi. Sən bilərdin ki, o devirdə o ailə necə dolanıb. Elədir mi? Üstəlik də atam xəstələnibdi
yaralanıbdı. Hı hı. Kırım'da müalicə olanda anam gedib onun dalısınca. Orada onun Hı. zad idi bu. Verişində belə. Aha, deyil. aha, aha. Oraya gidip ona kulluk eləsin. Qaydanda o da bombardırovkaya düşüb, o da olmayıb. Hı. Ama bağımız, bağatımız, xalq kimi hər şeyimiz qaydasında olur. Və biz bugünkü gənclərin bəzilərinin adına mən çəkəndə deyirəm, biz yolumuza azmamışıq. Hı. Ağsaqqalların sözünə qulaq asmışıq. Əmi dayının sözünə qulaq asmışıq. Hı. Nənələrimizin məsləhətinə qulaq asmışıq. Və hərəmiz 2 institut tutarmışıq. Qardaşım Azərbaycan Respublikasının xalq artisti alıbdı. Rejissor işləyib. Bu qutarandan sonra deyim sən orasında Tiflisdə ikimiz də beraber qəbul olmuşuq. Qutarandan sonra bu Moskvaya gedib. Rejissorluğu qutarıb gəlib Azərbaycanda ömrünün sonuna qədər teatrda baş rejissor işləyibdi. Xalq artisti adını alıb, dövlət mükafatını alıb, Heydər Əliyev onun döşünə İstiqlaliyyət orderini taxıbdı. Həm də dövlət mükafatı veribdi. O diplomu da ona xalq o veribdi. Yəni ki, bunu mən elə sadəcə ailəmiz haqqında sizə məlumat üçün dedim. Amma mənim o sizin suala cavabım isə budur ki, düzdür, mən sonra 2-ci ali məktəb qutardım, müdafiə elədim, özüm universitetdə 12 il işlədim. Amma mənim üçün ən dönüş nöqtəsi mənim 1-ci dəfə ali məktəbə qəbul olduğum gün olubdu. Təsəvvür eləyin ki, mən oradan ki qəbul kağızını alanda 3-cü mərtəbədə idi Azərbaycan Fakültəsi, burada Puşkadan Institutda. Mən oradan ki qəbul kağızını aldım ki, mən qəbul olmuşam, oraya imtahanlardan keçmişəm. Mən yox, ikimiz də. Qardaşımla beraber imtahan verdik ki, hasımız qəbul olsa biri oxusun, biri gəlsin bağımızı becərsin, sonra da birisi geçsin. Amma ikimiz də qəbul olduq. İkimiz də qəbul olduq. O qəbul kağızını alanda orada geçirdiyim hisləri demək çətindir. Mənim üçün dönüş yolcusu olub. Və 5 il orada bizim şəklimiz olubdu. 5 il biz institutun fəxri, fakültənin fəxri olmuşuq. 5 il müəllimlər bizlə sənlə danışıblar. Yəni o qədər hörmət edirlər bizə. Bir Allah rəhmət eləsin, ölübsə də, sağdırsa da Allah işindən eləsin. Gıhtman, Leyla Gıhtman var idi. Alman dilindən bizə dərs deyirdi. Bu milliyetçi gürcüydü. Ama Nemes'in aile kurduğu için Gıhtman olmuştu. Demek bir gün Rus edebiyatı metodikasını bize ders hazır okuyordu. Bir gün bana dedi ki, Ali, ben de seni koydum, dedi ki, gözde benden işim var seninle. Ders kurtardık çıkanda, dedim buyurun. Dedi ki, kolumdan tuttuğu söhbetiyle geldi. Enstitümüzün de bir çay var idi, gitti orada oturduk. Onunla beraber çay geldi, oturup söhbet ediyor. Dedi ki, siz ikiniz de burada okuyorsunuz. Yeter, sizin için çetin değil mi? Biz onda ikimiz, heremiz 45 manat ailesi olduğumuza göre 45 manat bulardık. İkimiz 90 manat. Bu şehirde yerimiz var idi. Bu 90 manat da o devir için bizi görürdü. Bak böyle görürdü. Biz ali məktəbi qutaranda kardeşim okumaya gittim. Ben geldim işlemeye 52 manat zadımız idi, akılatımız. O vaxtda hələ Sovet var. Ama 45 manat biz tələbə vaxtı alırdıq. 1 manatla bir günde biz bizim yeməkxanada özümüzün tələbəçi hərciyinin yeməkxanası vardı. Onunla bir günde yani ki bu güzel bir hayatıydı. Diyeyim size ki mənəvi çətinliyimiz olsa da bizim maddi çətinliyimiz olmadı. Bir. İkincisi de başka sualına gene qayıdıram ki benim için orada bir aileden 2 adamın birden-birə oraya girməyi, qəbul kağızını beraber almağı
benim için büyük bir dönüşüydü. Hayatımda büyük dönüşüydü. Orasını da diyeyim size ki Allah rahmet etsin bizim dekana Azerbaycan'dan idi. Helalettin Hekimov. Belekenden yerliyi. Bizim dekan idi. Bir gün kız geldi ki katibe uzunçuluk olmasa bununla diyeceğim. Dedi ki sen dekana çağırırlar. Tutun gitti ikimiz de. Kapının önünde durduk. Kız dedi ki Alaaddin benim talebeler gelir. Başını kaldırdı. Hadi siz kardeşsiniz. Dedim ben. Siz buraya hardan giripsiz. Ne danışırsınız siz? Kimin bir aileden gelip buraya ne ter girmişsiniz? Sizi buraya kim getirip yerleştiripti? Ben dillerine kadar kardeşim dedi ki Alaaddin benim biz imtihan verip girmişik. Eğer size değil biz diye o sözün işlettiği yadından çıktı dedi ki biz her rayondan herkesten bir adam kabul ediyor ki her yerde bizim müəllimlerimiz olsun. Dediğimde siz niye imtihan götürürsün? Her kentten bir adamın adını yazın, o da gelsin, bu da okusun, diplom verin geçsin. Ermeni fakültesinden bizim fakültenin dekanı bir otaqda otururlar. Oradan Qarabağlıydı Vartanyan adlı biri profesör. Dedi ki Alaaddin Baba talebe çok güzel dedi. İmtihan verip kabul etmek demektir. Yani ki belə bir çətin vaxtda indi ne var okumağa? O zaman ali mektebe girmek bir toy düğünü de bilirsiniz. Özümüz Allah'a şükür ali mektebi görürsünüz. Bak oradaki biz o kabul kağıdını aldık. Bizim için büyük dönüşüydü ve benim hayatımda da o çok büyük dönüş yarattı. Yaxşı Gürcü dostlarım var idi. Şairlerle talep olan vakti yazardı. Gürcü'den yazışalı birine gidip gelirdim ben. Bir gün Kırbayev'dan tiyatroda zadın Dama Kılıncı eserine bakırdım. Razi Hikmet'in. Çıkanda kapıcı bana dedi ki dedim ben gelirsen buraya ikinci defa gelirsen tek gelirsen. Bir de buraya tek gelme. Ondan sonra ben yazıcılarla gitmeye başladım. Gürcüstan yazıcılarla. En çok yakın makamı elediğim de Allah rahmet eylesin Cansız Çarkıfen'iydi. Allah'ın bir de rahmet eylesin. Lap yaxşı, lap yaxşı. Buyurun, sağ olun. Çok sağ olun. Çok sağ olun, vaxtımız bitti. Çok sağ olun. Yani minnətdaram sizə də oradan mənim dəvətimi qəbul elədiniz, gəldiniz. Səmimi söhbətə görə, şirin söhbətə görə çox sağ olun Əli. Teşekkür edirəm sizə bir daha. Çok sağ olun. Ben de ikinci defa benim bu stüdyoya çağırdığınız için xüsusən bir baba xanıma öz adımdan, ailemiz adından, dostlar adından, ziyalarımız adından, asakıllar adından teşekkür ederim. Çok sağ olun. Sizin Azerbaycan dilinde bu verilişi teşkil etmeyiniz, bu zəhməti üstümüze götürmeyiniz, bunun arkasında durmağınız ve bunu indiğine kadar yaşatmanız bizim için fəxirdir. Sağ Çok olun. sağ olun. Size teşekkür ederim. Çok sağ olun. Əziz Radio Manoli dinləyiciləri, bugünkü bizim canlı efirimiz sona yetir. Bir həyat hekayəsi verilişindəki bugünkü bizim qonağımız ağsaqqalımız Əli Abbas idi. Sağ olun əziz dinləyicilər, sağlıqla qalın. Gələn görüşlərdə sizinlə görüşənə dək. Sağ olun. İnşallah. Şimdi azad söhbət eləyə bilərik. İndi çıxaq bayrağa. Bayırda söhbət edək. Var. Getdik. Davay. Ama sana bir şey diyeyim. Özümki kimsene değil ama sen diyeyim ona göre deme gene kelimeler ne de sen değil. Özüm kızım kimi, Əzizim kimi, hatırım istediğim kimi. Buyurun. Bir gün işte de bu bayramda olur ya ondan sonra ileride. Bir gün Refik'in numarını seni ona çağırır.